Sevindirici haldır ki, bugün ölkənin iri şəhər və rayonları ilə yanaşı ucqar kəndlərində də əsaslı təmir olunmuş məktəblər mövcuddur. Belə təhsil ocaqlarından biri də Gədəbəy rayonunun Çanaqçı kənd tam orta məktəbidir. Müasir standartlara uyğun olaraq yenidən qurulan məktəb 150 şagird yerlikdir. Məktəb müasir standartlara uyğun, geniş və işıqlı, yenilənmiş stol və stullar, kompüterlər, istilik sistemi ilə tam təchiz olunub. Burada fəaliyyət göstərən müəllim kollektivinin əksəriyyəti elə bu məktəbi bitirmiş müəllimlərdir. Qeyd edək ki, hər il Çanaqçı kənd tam orta məktəbinin məzunları ölkənin qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu da orta məktəbdə təhsil səviyyəsinin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir. Bunlardan 11 nəfəri ali məktəblərə, 2 nəfər isə orta ixtisas təhsil məktəblərinə daxil olmuşdur. Və 150 nəfər hal-hazırda bizim məktəbdə şagird təhsil alır. 150 nəfər şagirdin demək olar ki, hər biri yüksək ilə universitetlərə hazırlaşır. Qazax regional təhsil idarəsinə, Gədəbəy rayon təhsil sektoruna və başda cənab prezidentimiz olmaqla hər birinə təşəkkürlərimizi bildiririk ki, bizim təhsilimizi qiymət təhsil sistemləri sahəsində irəlilədirlər. 2022-ci il məzunlarından biriyəm. Hal-hazırda Azərbaycan Dillər Universitetində tərcümə Alman dili ixtisasında təhsil alıram. Əlbəttə ki, biz qazandığımız bu uğurlara görə məktəbimizin müəllimlərinə borcluyuq. Ona görə də buradan məktəbimizin müəllim kollektivinə öz dərin təşəkkürlərini bildirirəm. Sonda çəkilişi şəraiti yaratdığına görə Kristal TV olaraq Qazax Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.